Dünən nəmə İranın rəhbəri Ayətullah Xameneyi terror oldu və şəhid oldu. Bunu deyə bilərəm ki, biz dünən nəmə elə bir dənə video upload eləmişik YouTube-a və üstündə gəlib baxa bilərsiniz. Axır xəbərləri deyirdik sizlərə ki, orada hələ biz bilmirdik ki, Ayətullah Xameneyi şəhid olubdu. Dünən nəmə gecə ya saat 11-də zətdə Netanyahu bir dənə tweet atdı ki, biz Ayətullah Xameneyini terror eləmişik. Və amma İran xəbərləri hələ onu təsdiq eləməmişdi. Ta ki bu gün səhər saat 5-də ya əzana 1 saat çat qalan təsdiq elədilər ki, şəhid olubdu. Və bu gün və dün gecədən İran iki yerə bölünübdür ki, bir tərəfdə Ayətullah Xameneyini sevənlər, bir tərəfdə sevməyənlər. Deyə bilərəm ki, Təbriz şəhərində bu günləmə çoxlu insanlar çıxıblar eşiyə, narahatdılar, ağlayırlar. Burada yəni Təbriz şəhərində mən görmədim ki, çox adam eşikdə sevinə, musiqi zadaça, deyə gülə. Amma Tehranda ya Fars tərəflərində deyə ayrı bilərəm ki, ölkələrdə. ya ayrı ölkələrdə elə bir cür deyək də, ayrı ölkələrdəki İranlılar vardı. Çoxları sevinirlər bu olaya. Mən deyə bilərəm ki, indi İran deyirəm də iki bölgüyə ayrılıbdı. Sizin nəzəriniz nədir? Bir daha kommentlərdə bizə yazarsınız ki, sizin nəzəriniz nədir ki, Trump İranlılara deyir ki, mən gəlmişəm köməyə, gəlirəm. İranlılar da deyir, yalandır. O özür bir insan deyir ki, siz təsəvvür eləyirsiniz. Yəni siyasət çox bir böyük bir şeydir ki, bizlər onları bilmirik. Biz yalnız bu videoda istəyirik biz İranlılarıq, bizim dilimizdən bilərsiniz, düzün bilərsiniz ki, burada nə mənə baş verir, nə mənə olur. Və Sina da sizə neçə dənə xəbərləri göstərsin, desin sizə yalandır, düzdür, nə mənədir, onları indi Sina deyəcək və biz də qulaq asaq. Dün gecə saat 11-də Netanyahu dedi ki, Ayətullah Xameneyi terror olubdu, şəhid olubdu. Amma İranın xəbərləri təsdiq eləmədi. Ondan 2 saat sonra saat 12 dövrəbəri, gecə 12 dövrəbəri international xəbərləri təyid elədi, təsdiq elədi ki, Ayətullah Xameneyi terror olunubdu. Ondan sonra Trump öz sayfasında, indi bura gəlirik, öz sayfasında qoydu ki, Xameneyi is dead. Yəni Xameneyi ölübdü. Saat 12:21 dövrəbəri idi gecə. Ondan sonraki bu xəbərlər yayıldı. Onlar ki, Xameneyini sevmirdilər. Onlar çıxdılar, şadlıq elədilər. Azərbaycan millətindən ötür bizim qəlbimiz tikə parçadır. İnşallah hamımız tezliklə azadlığa yetişək. Biz də gələk, doğru həm olaq. İnşallah ki, hamı İran azad olsun. Bezudi. Və onlar ki, İranın içində, ayrı keşvərlərdə, Əraqda, Lübnanda, bəzi yerlərdə Xameneyini sevirdilər, onun tərəfdarı idilər, onun fanı idilər. Onlar da çıxdılar ağlamağa, əzadariyə, bu cür şeylərə. Allahu Ekber! Allahu Ekber! Və bunu da biləcə deyim ki, Xameneyinin qızı kürəkəni və nəvəsi də ölübdü, terror olunublar. Bunu da deyim biləcə ki, onlar ki, buracan İranda yuxarı mərtəbədədirlər. Komandolar. Onlar da ölünübdü. İndi onların adlarını sizə oxuram. Əli Əkbər vilayəti, Əli Şəmxani, Müstəbə Xameneyi, Xameneyinin oğludur. Muhammed Bakbur, Əmir Hatəmi, Əbdülrəhim Musəvi, Qulamrizə Süleymani, İsmail Qani şəhid olublar və bunların da başında Ayətullah Seyyid-Əli Xameneyi idi ki, dünən səhər ölmüşdü, şəhid olmuşdu, amma xəbərlər olmamışdı, xəbərlər də deməmişdilər ki, dün gecə saat 11-dən başladılar, xəbərləri dedilər. Mən bunu deyə bilərəm ki, mənim öz nəzərim budur ki, İran yəni çox elə bir məmləkət deyil ki, deyəsiniz ki, rahatçılığa bu iş olar. Mənim nəzərim budur ki, bunlar bir dənə plandılar. Yəni bu şey deyil, doğrudan bir şey deyil. Hamısı bir dənə elə bir
yalandan bir şeydir. Yəni mən inanmıram şəhid ola. Çünki çox rahatçılıqda olmaz bu cür bir şeylər. Amma İranın xəbərləri, öz xəbərləri və Hı. televizyonda təsdiq elədilər. İndi bu filmə də bir dənə baxın. الله أكبر الله أكبر فمنهم من قضى نهبه ومنهم من ينتظر. Və burada deyək ki, İranda indi 7 gün hər yer bağlıdır. Biz burada deyək əzai ümumi. 40 gün. 40 gün əza ümumi, 7 Ümumi gün hər yer bağlıdır. Hər yer bağlıdır. Kapalıdır. Kapalıdır. Yəni işləmirlər. Yəni bazar bağlıdır bu cür deyək sizə. İndi axır xəbərlər ki, sizə yığaq deyək ki, sizə internetlərdə qoymurlar. Budur ki, deyirəm də İran iki tərəfə bölünübdür. Bir tərəfdə ağlayırlar, Ayətullah Xameneinin tərəfidir. Bir tərəfdə ki, sevinirlər və o sevinənlər çox da Rza Pəhləvini sevirlər ki, o gəlsin. Onlar da deyə bilərəm %80% hamısı İranda deyirlər, hamısı Amerikada, LA-də, İtaliyada, İtaliya, Kanadada. hamısı oradan yəni videolar qoyurlar, sevinməklərini qoyurlar. Deyirəm, indi İranda mən ki Təbriz şəhərindəyəm, deyə bilərəm ki, eşikdə, bayırda heç kəs yoxdur, yəni hamı çəkilib evinə, deyəm bazar bağlıdır. Hamı çəkilib evinə. İndi burada dolar 2 gün qabaqacan 165 tümən idi, indi olub 178 tümən, yəni 180 tümənəcən qalxır. Yəni bizim 180 tümən olur 1 dolar. Çox, yəni bura çox bahalıqdır. Yenə də bu deyim ki, internet bağlıdır. Biz çox çətin connect oluruq bu videonu upload eləməyə. Çox çəkir bu video uploadlar, siz ona baxasınız. Bilmirəm, bir şey olanda tez internetləri bağlayırlar. Deyəm də biz burada filtr VPN-lə işləyirik. Ona görə %99% insanların VPN-ləri işləmir. Heç deyə bilərəm ki, İran daxili şəbəkələrdə %10% işləyir, yəni çox işləmir. Və çoxlu adamlar da yeməli şeylər, çörək alırlar. Çörək çox alıbdı alışı. Çox çörək alırlar. Yeməli bir şeylər alırlar, düyü alırlar. Onlar ki, niyazdır, yeməyə xatir alırlar və çoxlu adamlar da deyə bilərəm ki, gediblər Kullen kətlərinə. Yəni kəndə gediblər, uzaqlaşıblar şəhərin içindən ki, çoxları qorxurlar. Və bunu da deyirəm ki, pom benzinlər doludular. Yəni deyə bilərəm bir dənə sən pom benzini görsən, yəni bir dənə böyük bir bu cür quyruq olubdu ki, deyə bilərəm 100 dənə zat maşın bu cür quyruq olubdu benzinə xatir. Mən özüm məsələn indi 2 gün, 3 gündür benzin vuramamışam. Xəbərlərimiz buracan idi. Yenə yeni xəbər olsa YouTube kanalımızda qoyacağıq. Bizi abunə eləyin və aşağıda yorumlarınızı yazın və like eləyin bu videonu.